Gördüyünüz bu kompüter deyil. Sözün əsl mənasında kosmik gəmidir. Amma təəssüflər olsun ki, bu kosmik gəmi hər kəsə qismət olmayacaq. Çünki qiymət barəsində hələ ki məlumat vermək tezdir. Gəlin mən sizə əvvəlcə danışım ki, müştərimiz bizdən nələr əldə etdi. Məsəl üçün bu möhtəşəm Dell Alienware monitoru 27 düym 4K Dual Resolution. Yəni bu o deməkdir ki, bu monitoru istəsəniz 4K 180 Hz və yaxud da ki, Full HD təsvirdə 360 Hz kimi də istifadə edə bilərsiniz. Masamıza da əl gəzdikdən sonra mən sizə ətraflı məlumat verməyə başlayacağım. Deməli, müştərimiz mousepad olaraq HyperX-dən 2XL ölçüdə belə bir seçim elədi. Klaviaturası Gravastar'dan Mercury K1 Pro modelidir. Gəlmiş keçmiş ən gözəl, ən keyfiyyətli, ən super görünüşə malik olan gaming klaviaturalardan biridir. Elə mouse'u da Gravastar'dan Mercury X Pro modelini seçmiş oldu. Klaviaturanın ayrıca qiyməti hardasa 370 manatdır. Mouse'un isə qiyməti hardasa 350 manatdır. Nəzərinizə çatdırım ki, seçdiyi mouse 32000 DPI 49 qram çəkisi var və 3 modda istifadə etmək olar. Həm USB qoşulmadan, həm Bluetooth-la, həm də wireless kimi. Klaviaturanın komplektində də lazım olan bütün ləvazimatlar mövcuddur və dediyim kimi gəlmiş keçmiş ən keyfiyyətli, ən super brendlərə məxsus olan aksesuarları seçmiş oldu və qulaqlıq olaraq da müştərimiz bizdən HyperX-in ən son model qulaqlığı HyperX Cloud 3 Wireless, S-Wireless, yəni digər modeldən fərqli olaraq seçdiyi qulaqlıq həm wireless, həm də ki, Bluetooth-la da qoşulması mümkündür. Vaxtımız az olduğundan mən sizə gəlin sistem blokun konfigurasiyasından bağlı məlumat nəzərinizə çatdırım ki, müştəri bizdən ən güclü prosesordan biri olan AMD Ryzen 9 9900X3D 12 nüvə 24 axına sahib 5,5 GHz tezliyi olan bir prosesor seçdi. Liquid Cooler Arctic 360 və Pro seriyasından olan 3 fanlı maye soyutma quraşdırdıq. Platayı da ekonomiya etmədi. Asus'un ROG Strix seriyasından X870 Gaming Wi-Fi DDR5 platası üzərində bütün detalları quraşdırdıq. Operativ yaddaş da burada çox ürəkaçandır. Həm oyunlar üçün, həm dizayn render üçün. Çünki operativ yaddaşın həcmi 64 GB oldu. DDR5 6000 tezliyi ilə. SSD-yə ümumiyyətlə ekonomiya etmədi. Hər ehtimala qarşı Samsung 990 Pro-dan 3 TB-lıq M2 sürətli SSD seçdi. Videokarta möhtəşəmlərin möhtəşəmi MSI Vanguard RTX 5080 16 GB 256 bit gücündə, yəni belə bir videokartla yəqin təsəvvür edirsiniz ki, bütün ağır işləri, bütün ağır oyunları ən yüksək keyfiyyətdə də oynamaq mümkündür. Qida blokunu 1000 Watt seçmiş olduq. 1000 Watt MSI Max seriyasından, yəni bu videokarta üçün və ümumilikdə sistem blokun maksimum naqruzkada istifadə olunma bilməsi üçün tam şəkildə yetərlidir. Gördüyünüz keysdəki MSI firmasına məxsusdur. Mac Pano 110R modeli. Gözəl, geniş və bir o qədər də keyfiyyətli bir keysdir. Ümumilikdə saydığım aksesuarlar, sistem blokun özü və Alienware'in 27 4K Dual Resolution'dakı olan bu sistem bloka müştəri bütövlükdə nə qədər pul verdi? Nə az, nə çox? 11500 manat nəqd alışa. Və əminliklə deyə bilərəm ki, belə bir sistem blok müştərimizə rahat 5 il, 10 il bəs eləyəcək. Müştərimiz üçün xeyirli olsun. Hər kəsə qismət olsun deyəcəm, amma bilirəm ki, hər kəsə qismət olmayacaq qiyməti baxımından. Amma da yenə də iComp arzu edir ki, arzusunda olan hər kəsə ən azından belə bir sistem blok qismət olmuş olsun. Bunu da nəzərinizə çatdırım ki, iComp'dan istənilən konfigurasiyada, istənilən spesifikasiyada masaüstü kompüterləri həm bir kart, həm tam kart və eyni vaxtda daxili kreditlə də əldə etmiş
ola bilərsiniz. Bunu da nəzərinizə çatdırım ki, iComp mağazası həftənin 7 günü fəaliyyət göstərir. Əgər keyfiyyətli avadanlıqlara sahib olmaq istəyirsinizsə, seçiminiz iCompdan olsun.